Hal-hazırda yayılmış bu xəstəliklərlə əlaqədar olaraq sizə bir məlumat çatdırmaq istəyirəm bu təcrübəli bir həkim kimi. Çox xahiş edirəm, temperatur qalxan kimi uşaqlarınıza özbaşına antibiotik təyin eləməyin. Hal-hazırda müxtəlif infeksiyalar yayılıb, bunu biz bilirik. Məsələn, su çiçəyindən sonra rotavirus ola bilir xəstələrimiz və yaxud rotavirusdan sonra adenovirus, yuxarı tənsiyoları müxtəlif viruslarına yoluxurlar və çox əfsus ki, bizim valideynlərimiz öz başına temperatur ola belə, məsələn, bir gün temperatur qalxdı, mənim xəstələrim belə zəng edir. Xatır xanım, mən hansı antibiotiki başlayım? İlk 2-3 gün ərzində uşağın temperaturu olmalıdır. Temperatur orqanizmin, yəni makroorqanizmin, mikroorqanizmlə mücadilə prosesinin əlamətləridir. Temperatur orqanizmin immun cavab reaksiyası. Temperaturu 38-ə qədər ümumiyyətlə salmaq düzgün deyil. 38-in üzəridirsə, bəli, temperatur salıcılardan istifadə edə bilərik, amma bir yerə qədər. Hansı yerə qədər? 2 gündən, 3 gündən artıq bu cür dirənçli temperaturlar davam edirsə, mütləq pediatrımıza yaxınlaşmaq lazımdır. Və ümumi qan ən azından lekaformaya, CRP-yə baxılmalıdır ki, orqanizmdə hansı proses gedir.